Bu son vaxtlar boşanmaların çoxalmaqları bu qıraqdan fitnə əhlinin fitnə verməsi ilədir. Yəni ara qatması ilə olur. Bu istər telefonlarda olan qruplar olsun və yaxud da ki, teleseriallar olsun və nəsə buna oxşar, yəni məqalələr olsun, oxuyurlar və xəyali bir ailə dramı qurulub orada. Yəni fantastik bir söhbətlər gedir və yaxud nələrsə çəkilir və qadın da ona baxır, neyniyir və təsirlənir və ailəsində problem yaradır. Yəni səbəb bu da ola bilər, səbəb kişi də ola bilər. Yəni bütün hallarda boşanma səbəbləri insan belə gəlib çıxmaması üçün hərə özündə bir naqisliyə baxmalıdır. Yəni ki, özündə olan səhvləri axtarmalıdır. O səhvləri düzəltməlidir və Allahın kitabı Muhammed sallallahu əleyhi və səlləm sünnəsi üzərində öz ailələrini qurub, həyatlarını qurub onun üzərində getməlidirlər. Belə olduqda, bəli, ailə möhkəm olacaq. Hər bir məsələni əgər düşən ixtilafı Quran sünnəyə insan qaytarsa, ən xoşbəxt insan olacaqdır. Bəli, gələcək Allah bilir. Baxmayaraq ki, dilimizdə evlənmək də var, boşanmaq da var. Amma kök qaynaqlanan kök nədəndir? Çox bu teleseriallardan buna oxşar, yəni boş-boş yazılan məqalələr səbəbindən olur. Yəni hərə özünə müraciət eləsə, öz səhvini düzəltsə, inşallah ailə möhkəm olacaq. Gələcək Allah bilir.